Sumqayıt şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, STP Şirkətlər Qrupunun birgə təşkilatçılığı və Milli Məclisin deputatı Mehriban Vəliyevanın təşəbbüsü ilə Muğam mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş Uğurlu Qadın Olmağın Sirri adlı şəhər tədbiri keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, tarix elmləri doktoru Professor Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Professor Hicran Hüseynova, Milli Məclisin deputatları Tahir Mirkişili, Elnarə Akimova, Səbinə Salmanova, Zaur Şükürov, STP Şirkətlər Qrupunun nümayəndələri, həkimlər, müəllimlər, Sumqayıt ictimaiyyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Mehriban Vəliyeva, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında məlumat verib, onun timsalında uğurlu Azərbaycan qadınının daşıdığı dəyərlərin gənc nəsilə nümunə olacağı barədə danışıb. STP Şirkətlər Qrupunun zərif mühəndislər və sabahın gücü layihələrinin iştirakçıları olan xanım mühəndislərin layihə çərçivəsində fəaliyyətlərindən söhbət açıb. Zərifə xanım Əliyevanın timsalında uğurlu olmağın sirlərinin zəhmət, sədaqət və insanlara böyük məhəbbətdən keçdiyini vurğulayıb. Layihə çərçivəsində xanımlarımıza uğurlar arzulayıb. Çıxışdan sonra Zərifə xanım Əliyeva haqqında video çarx nümayiş etdirilib. Tədbirin qonağı Professor Dilarə Seyidzadə, Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Zərifə xanım Əliyevanın fəaliyyəti ilə oftalmologiya sahəsində uğurları və xanımlarımıza nümunə olacaq həyatı barədə danışıb. Onun ideyalarının layiqli davamçılar tərəfindən uğurla həyata keçirilməsi, ailə institutunun inkişafında mənəvi dəyərlərə sadiqliyin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Professor Hicran Hüseynova, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb. Tədbir panel iştirakçılarının müzakirələri ilə davam edib. Panel öncəsi Sabahın Gücü layihəsinin məzunu Nərgiz Qafarova çıxış edərək layihə və bugünkü tədbir haqqında məlumat verib. Daha sonra isə gənclərin suallarını panel iştirakçılarına təqdim edib. Paneldə deputatlar Səbinə Salmanova, Elnarə Akimova və prezident təqaüdçüsü əməkdar müəllim Ofeliya Babayeva, əməkdar həkim Təranə Rəcəbli iştirak edərək sualları cavablandırıblar. Yekunda isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Zərifə xanım Əliyeva haqqında məlumat verib. Azərbaycan xanımlarının uğurunda Zərifə xanımın məktəb olacaq rolu haqqında danışaraq gənc nəsilə tövsiyələrini verib. Tədbir bədii hissə ilə davam etdirilib. Elvin Qüdrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bu gün informasiya proqramı üçün.